dəfə çoxunuzun tanıdığı biri üçün pişik çanta aksesuarı hazırlayıram. Demək olar addım-addım bütün prosesi çəkmişəm və prosesə gili yumşaltmaqla başlayıram. Çünki gil həddən artıq sərt. Yumşaltdıqdan sonra əlimlə ona forma verirəm. Demək olar ki, ən çox vaxtımı alan bu gili yumşaltmaq və forma vermək prosesi idi. Kiçik bir fiqur olmağına baxmayaraq kifayət qədər vaxt alır. Hamısı hazır olduqdan sonra bişirirəm və soyuduqdan sonra rəngləmə prosesi başlayır. Açıq tonla başlayıb tük effekti yaratmaq üçün tünd tonlara doğru keçirəm və rənglədikdən sonra UV qətranla üstündə gördüyünüz o parlaq qatı çəkirəm. Bu prosesi 2 dəfə eləyirəm. Birinci qatı vururam və 4-5 dəqiqə onu quruduram və daha sonra ikinci qatı vururam yenə eyni şəkildə. Sonda isə ipini taxıram və aksesuar hazır olur. İndi isə paketləyirik. Öz brendimizə məxsus stikerdən əlavə edirəm. Daha sonra hədiyyə stikerlər və təşəkkür kartını əlavə etdikdən sonra paketimiz hazırdır.